Dekabrın 6-sı gecə və səhər Bakıda və Abşeronda havanın arabir yağıntılı olacağı, səhər tədricən yağıntıların kəsiləcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10, gündüz 12-15 dərəcə isti, atmosfer təzyiqi 764 millimetr civə sütunu olacaq. Naxçıvanda gün ərzində arabir çiskinli yağış yağacaq, duman çökəcəyi bildirilir. Temperatur 11-14 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında hava yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq. İstənilən hər bir hava şəraitində sizlərə xoş əhval-ruhiyyə arzu edirik.